Əziz tələbələr, bugünkü mövzumuz zaman uzlaşmaları mövzusudur. Deməli, zamanlardan sonra demişdim ki, bunun videosunu göndərəcəm. Uzlaşmalar, əgər zamanları yaxşı başa düşübsünüzsə, zamanları yaxşı bilirsinizsə, yəni 2-2-dir, çox sadədir. Sadəcə bilməli olduğumuz bəzi kiçik qaydalar var ki, onlara diqqət etsək, uzlaşmalar rahat yazarıq. Uzlaşmalar zaman bağlayıcıları deyilən bağlayıcıların köməyi ilə həyata keçir. Zaman bağlayıcılarımız deyəndə ən çox istifadə olunan if, when, while, sonra məsəl üçün before, after, as soon as, sonra since. Bunlar bizim əsas till, until falan bunlar da var, amma ən çox istifadə olunan bunlardır. Since-in esini yedik. Bağlayıcılarda bilməli olduğumuz bir qayda var ki, biz bu qaydaları demək olar ki, hamısına aid edə bilərik və mütləq bu qaydaları bilməliyik. Nədir bu qaydalar? Deməli, bu bağlayıcılardan sonra gəlməz. Nələr gəlməz? Have, has, had, üstə gələk V3. Yəni bitmiş zamanlar demək istəyirəm burada. Have plus V3, had plus V3, has plus V3. Bunlar gəlməz. Sonra will, shall, would, should gəlməz. Bağlayıcılardan sonra biz bunların hansını görsək, avtomatik silməliyik. Amma hardan silirik? Yadınızda qalsın. Bağlayıcılar cümlənin əvvəlində də gələ bilər, cümlənin ortasında da gələ bilər. Bizə fərqi yoxdur. Bağlayıcıdan sonra gələn ilk nöqtəyə aiddir bu qayda. Yəni, if-dən sonra birinci nöqtədə mən bunların heç birini qoya bilmirəm. Gördüm, avtomatik silirəm. Verəndən sonra, nöqtələrdən sonra bunları gördüm, silə bilirəm. Yaxşı, avtomatik silirəm. Bu qaydanı yaxşı bilmək lazımdır ki, ən azı bizim bir neçə 2, 3, bəzən 4 variantın 4-ündə bu qayda ilə silib cavabı rahatca tapmaq olur. Yəni, çox da başqa bir şeyə ehtiyac qalmır. Bunu bilmək lazımdır əsas. Ondan sonra, burada bir dənə istisna var ki, after bağlayıcısından. Afterdən sonra bitmiş zamanları biz görə bilərik. İstisnai bir hal kimi afterdən sonra. Amma o after bağlayıcısı da o qədər də çox düşən bir bağlayıcı deyil. Sonra uzlaşmalar nə ilə nə uzlaşır? Bu uzlaşma nədir? Gəlin ondan danışaq. Deməli, indiki zaman uzlaşır gələcək zamandan. Sonra indiki zaman uzlaşır başqa bir indiki zamandan. Keçmiş zaman uzlaşır başqa bir keçmiş zamandan. Və keçmiş zaman uzlaşır keçmişə nəzərən gələcək zamandan uzlaşır. Yəni, would-shoulddan uzlaşır. Bu uzlaşma bu qədər sadədir. Yəni, gələcək ancaq indiki ilə uzlaşa bilər. İndiki ilə uzlaşa bilər və gələcəklə uzlaşa bilər. Keçmiş keçmişlə, keçmiş həm də keçmişə nəzərən gələcəklə uzlaşır. Keçmişə nəzərən gələcək deməli nə ilə uzlaşa bildi ancaq? Keçmiş zamandan uzlaşdı. İndiki zaman deyəndə mən bütün hamısını nəzərdə tutmuram. Əlbəttə ki, bitmiş zamanları ayrı eləyirəm. Bitmiş zamanlar uzlaşmır uşaqlar. Yəni, indiki bitmiş zamandan danışıram, buradakılardan danışıram. İndiki bitmiş zamanlar have, has, had, daha doğrusu have, has plus V3 heç nə ilə uzlaşmır demək olar ki. İstisnai bir hal olaraq, burada da bunun istisnası var. Since bağlayıcısının vasitəsilə
bu have has plus V3 keçmiş sadə zamandan uzlaşa bilər. O da istisnai bir haldır, yəni. Normalda heç onda testdə görməyəsiniz demək olar ki. Deməli, amma sizin bilməli olduğunuz qayda indiki, gələcəklə indiki, indikinlə keçmiş, keçmiş və keçmişə nəzərən gələcəklə uzlaşır. Bu əsas bir bilməli olduğunuz nöqtədir. Və dediyim kimi, bunlardan sonra həmin bu bitmiş zamanlar, gələcək zaman, keçmişə nəzərən gələcək gəlməsin. Buna bildiksə, zamanları bildik deməkdir. Sual da verə bilərsiniz ki, məsəl üçün, burada before var, since var. Bunlar zaman göstəriciləri idi, həm də yadımızdaydı. Elə since have has-in göstəricisi idi, before had-in göstəricisi idi. Ona görə since have has-i uzlaşdıra bilir, before da had uzlaşdırır. Before ümumiyyətcə digər hamısını da uzlaşdıra bilər. Hamısını da uzlaşdıra bilər. Amma gördük ki, cümlədə uzlaşdırmalı bir şey tapmırıq. Before'dan qabaqçı tərəfi qoya bilərik ya da uzaqdakı nöqtəyə, yəni yanındakı nöqtəyə yox, əlbəttə ki, yenə də. Biz had qoyub, yəni cavabımızı ona uyğun götürə bilərik. İndi nə demək istəyirəm, gəlin testin üstündə baxaq. Aha, deməli, baxıram burada nə var? If var. Dedim ki, bağlayıcılar özündən sonraki nöqtədən nəsə silə bilər, qadağan eləyə bilər. İndi mən birinci nöqtəm budur və buradan demək olar ki, silə bilərəm istədiyim qədər şey. Yəni, nə demək istəyirəm? Dedim, bağlayıcılardan sonra gələcək zamanlar gələ bilməz. Bitmiş zamanlar gələ bilməz. Qaldım iki dənə variant arasında. İndi bu nə deməkdir? Baxın, burada bağlayıcılar iki cümləni bir-birinə bağlayır. Ona görə bunlara bağlayıcı deyilir. Vergül var, bu birinci cümləm, bu ikinci cümləmdir. İndi mən nə edirəm? Birinci cümləmdə nöqtə var elə. İkinci cümləmdə isə nöqtə yoxdur. Deməli, ikinci cümləmin zamanı var. Mən oradakı zaman nədirsə tapıram. Ona uyğun uzlaşan bir zamanı da bura qoyuram. Burada will-in işəlin, yəni will-in daha doğrusu qısaltması var. Yəni will, gələcək zamandır. Yadınızdadırsa qaydada dedim ki, gələcək zaman ancaq indiki ilə uzlaşa bilər. Waited keçmiş deyə uzlaşmır. Cavab olur Y variantı indiki zamanda. Sondası varsa indiki zamandır. Sonra bunlar hamısı will-lə gedir. Bir dənə başqa tipini tapım. Məsəl üçün, burada isə 10-cu sualda isə ümumiyyətcə iki tərəfə də nöqtə qoyubdur. Bu daha asan bir sualdır, məsəl üçün. Belə böyük görməyinə baxmayın. If bu səfər ortada gəlibdir. Dedim ki, bağlayıcı özündən sonraki nöqtədən qadağan eləyir. Yəni, birinci nöqtəm budur, ikinci nöqtəm budur. If özündən sonraki birinci nöqtəm mənim bu nöqtəmdir. Yəni, indi mən ikinci tərəfdən silməliyəm. Gələcək zamanı, çünki ifdən sonraki nöqtədən silməliyəm. Gələcək zamanı və gələcək zamanı. Qaldım iki variant arasında və buralarda heç bir göstərici də yoxdur. Uzlaşdırıram. Variantlara qayıdıram yenə. Will gələcək zamandır. War keçmiş zamandır. Gələcəklə keçmiş uzlaşmır. Gələcək ancaq indikindən uzlaşır. Bunu da silirəm. Cavab qalır elə C variantı. Will gələcək, were indiki zaman oldu. Sonra if burada əvvəldə gəlibdir. Nə fərqi var? Dedim, ifdən sonraki birinci nöqtəm. Mən buradan. Ona görə bu tərəfdən silməliyəm. Buradan will-i silirəm. Buradan will-i silirəm. Buradan had-i silirəm. Gördük, silmək söhbəti nə qədər bizim işimizə yarayır. Əgər silmək söhbətini eləməsək, bizim cavab tamamilə səhv çıxar. Məsəl üçün, A variantı onda biz düzgün götürərdik. Gələcək zamandan indiki zaman uzlaşdırardıq. Cavab olardı A variantı. Amma görürsünüz, sildik. İndi qaldım iki variant arasında. It indiki zamanda, did keçmiş zamanda. İndiki ilə keçmiş heç vaxt uzlaşmır. It indiki zamanda, won't gələcək zamanda. İndiki ilə gələcək uzlaşır. Cavab da oldu bu variantı. Başqa bir tip baxaq. Biraz böyük görünən buna baxaq. If yenə burada, yenə birinci nöqtə budur. Buradan silməliyəm. Gələcək zaman, have prepared, have plus verb bitmiş zaman. Sildim. Do indiki zaman, idi keçmiş zaman. İndiki ilə keçmiş uzlaşmır. Cavab C variantı. Do indiki zaman, will gələcək zaman. Bu da asandır. Bu görün başqa nə tip taparam. Burada məsəl üçün tomorrow görüb, çaşıb tez bura will qoymayın. Ifdən sonra dedim, axı will gəlməz. Ona görə budur.
budur və budur. Gördünüz, hamısını sildim. Bir dənə variantım qaldı. Does indiki zaman, will gələcək zaman. Yəni tomorrow-u görüb çaşmayın. If-dən sonraki qaydanı yadınıza saxlayın. Baxın, görün başqa. Burada məsəl üçün when bağlayıcıdır. When bağlayıcısında tutaq ki, eyni qayda, onsuz eyni qaydadır da. Yəni birinci nöqtəm budur, silirəm. Gələcək zaman, had bitmiş zamandır. Qalan hamısı ola bilər. İndi baxıram, davam edicini silmirəm. Will ikinci cümləmə baxıram. Burada nöqtə yoxdur, burada var. Nöqtə olmayan tərəfin zamanını axtarıram. Will gələcək. Gələcək ancaq indiki ilə uzlaşır. Keçmişi və keçmişi silirəm. Cavabım oldu C variantı. Görün başqa nə suallar var. When, while. Buna baxaq. If burada. If-dən sonraki nöqtəmdə budur, ikinci tərəf. Will sildim. Qaldım C-D, Y arasında. İndi uzlaşdırıram. Cümlədə göstərici yoxdur, variantları uzlaşdırıram bir-birindən. Deməli, do hansı zamandır? İndiki zaman. Lost keçmiş zaman, uzlaşmır, getdi. Did indiki zaman, daha doğrusu keçmiş zaman. Lose indiki zaman, uzlaşmır, getdi. Will gələcək zaman və lose indiki zaman. Gələcəklə indiki uzlaşır, onsuz da cavab oldu C variantı. Burada da bir çətin bir şey yoxdur. Bu da while bağlayıcısıdır. Görün, burada bir maraqlı sual zad varmı? Yenə eyni şeydir də. While'dan sonra nöqtə yoxdur. Mən uca baxın, burada bunları silmirəm. Çünki siləcək bir şeyim, nöqtəm yoxdur ki, oradan siləm. While özündən sonraki nöqtəyə aiddir, əvvəlki nöqtəyə yox. Onda uzlaşdırıram. Were keçmiş zaman. Keçmiş zaman, keçmiş və yaxud keçmişə nəzərən gələcəklə uzlaşır. Have indiki bitmişdi, olmaz. Will gələcəkdir, olmaz. Are indiki davam edici, olmaz. Decide indiki zaman, olmaz. İdi keçmiş zaman. Bir dənə keçmiş zaman var. Cavabdır variantı. Bir də bir şey göstərmək istəyirəm. Görüm, tapıram elə tip sual. Balaca bir ipucu vermək istəyirəm. Bu qəşəng sual deyil, burada var. Deməli, bizim fe'llərimiz var da, indi 3 dənə forması var, yadınızdadır. Məsəl üçün, go, went, gone, speak, spoke, spoken, write, wrote, written. Biz həfəzlə verb istifadə edirdik, yadınızdadırsa. Normalda indiki zamanda V1 istifadə edirdik. Keçmiş sadə zamanda V2 istifadə edirdik. Biz əgər bunu yaxşı biliriksə, bir də will-dən, shall-dan sonra da həmişə fe'lin V1 forması gəlirdi. Will, shall, would, should. Bunlardan sonra fe'lin birinci forması, have, has, had-dan sonra fe'lin üçüncü forması gəlirdi. Bunu bildiksə, deməli biz o sözlərin üç formasını bilməsək də, bu həmişə ödənmir bəzən. Yəni ödəyirik həmişə, amma ki variantlarda bəzən şanslı olmuruq, onların hamısını vermir. Olanda amma tapa bilərik. Yəni necə tapa bilərik? Deməli, will-dən sonra dedim ki, fe'lin V1 forması gəlir elə. Baxın, fe'lin birinci forması run-dır. Deməli, U hərfindən olan V1 formasıdır. İndi burada da eləcə run yazıbdır. Sonra burada bir dənə də rain yazıbdır. Sonra burada da rain var. Burada da has-lə run yazıbdır. Mən burada bilirəm ki, run birinci formadadır. Burada onda run neçənci formada olacaqdır? V1 formasında. Deməli, bu indiki zamandır. A hərfindən olan neçənci forma olacaqdır? Avtomatik keçmiş zaman olur. Çünki bu V1-dirsə, has-dən sonra gəlinə baxaq. Yenə run gəlibdir. Run elə bir fe'l idi ki,
Birinci və üçüncü forması eyni idi. İkinci forması A hərfindən olandı. 1-3 U hərfindən olandı. Deməli, birinci forma U ilə, üçüncü forma U ilə, ikinci forma nə ilə qaldı? A ilə qaldı. Yəni, artıq bunu bilirəm ki, keçmiş zamandır. Sonra ring, rank, rung. Buna baxaq. Will-dən sonra birinci forma gəlir elə, I hərfindən olan. Deməli, I hərfindən olan birinci formadır. Sadə şəkildə gələn A hərfindən olan olur ikinci forma. Have-dən, has-dən sonra gələn isə V3 forması olur. Deməli, mən baxıram bura. Bilmirəm ki, yəni bunu bu qaydaya əsasən seçsim də. Bu mənə çox kömək olacaqdır. Harada kömək olacaqdır? Uzlaşdıranda kömək olacaqdır. Birinci mən nə edirəm? Bax, bir dənə qoy bunu silim. Bunları bildirsə, bir dənə bunu silim. Bizim bağlayıcımız da var burada. As soon as bağlayıcısı var. Bağlayıcıdan sonraki nöqtə də var. Mən buradan will-i və has-i silərəm. Qaldım bunların arasında. İndi deyərik, bəs bu hansı zamandadır, bu hansı zamandadır? Ring will-dən sonra gələn V1-dirsə, bu avtomatik tək qalan həmişə V2 olur, yadda qalsın. V1 də ola bilər, amma will-dən sonra gələnlə eynidirsə, onda V1-dir, yəni. Yoxsa fərqlidirsə, tək qalan o V2-dir mütləq. Yəni, keçmiş zamandır. Deməli, bu will-dən sonra ring gəlib, amma burada rankdır. Bu V2-dir, yəni keçmişdir. Run, will-dən sonra run gəlib, amma tək qalan ran-dir. Deməli, bu da V2-dir. V2 keçmiş, cavabım deməli uzlaşdı. Əgər siz bunları bilməsəydiniz, indikidirmi, keçmişdirmi, çaşbaş qalardıq ki, hə, bilmirəm, bunlar uzlaşır, yoxsa uzlaşmır, götürüb səhv variant seçə bilərdim. Məsəl üçün, burada da will-dən sonra V1 deyirəm, gəlir elə. İndi bu qaydalı feildir, amma yenə də nə olsun? Enter. Baxın, id-si yoxdur, sadə formadadır. İdən olan hansı forma olur onda? Keçmiş zaman forması olur. Və yaxud will-lə baxaq. Will-dən sonra understand gəlib. Stand. Deməli, bu indiki zamandır, V1 formasıdır. Will-dən, shall-dən sonra V1 gəlir. Amma tək qalan hansı formadır, baxaq? Understood. Fərqlilik var, dəyişibsə, deməli, keçmiş zamandadır. Has-dən sonra understood, V3 gəlibdir. Deməli, ikinci, üçüncü forması bunun neymiş? Understood da üçüncü formaymış. Understood V2 forma. Understands arxasına S qoyubsa, indiki sadə zaman formasıdır bu da. Yəni, bu qədər sadə. Buna cavabında maraqlı olsa sizə, as soon as var. Bağlayıcıdan sonra birinci nöqtə will-i silirəm, has-i silirəm, bunu silirəm. Keçmişdən keçmiş A variantı cavabımdır. Keçmişdən indiki uzlaşmır. Bu da oldu bizim uzlaşmalar dərsimiz. Uzlaşmalar dediyim kimi ən sadə bölmələrdən biridir. Sadəcə qaydaları, ümumiyyətcə bağlayıcılar, zamanların qaydalarını yaxşı bilmək lazımdır ki, bunda yaxşı yazaq. Başqa da görürüm, bir dənə before artist görürəmsə, onu da göstərim. Belə suallar da görə bilərsiniz. Bunda da çaşması bir şey yoxdur. Burada prosto bir qaydanı yadınızda saxlamalısınız. Birinci burada, yəni sadəcə zaman göstəricisi var. Uzlaşma söhbətidir. Yesterday, dünən deməkdir. Keçmiş zaman. Keçmiş zaman onsuz burada bir dənədir, diddir. Amma əgər 2 dənəli olsaydı, mənə sual var idi deyəsən. İndi axtaranda nə vaxt tapsam. Nəsə da bilirsiniz nə demək istəyirəm. Did-dən sonra feilin, did qoyduqsa feilin birinci formasını qoymalıyıq. Burada da əslində o qədər də yoxdur. Burada da deyil. Did-dən sonra məsəl üçün bura met gəlsəydi təkcə bir eynən keçmiş zaman səhv idi. Amma did-dən sonra məsəl üçün feilin birinci formasına qayıdıbsa düzdür. Does-dan sonra da eyni qayda aiddir. Görəndə bunda çaşmayın. Bu da oldu bizim uzlaşmalarımız. Başqa sualınız olsa qeyd edə bilərsiniz bölməsində. Hələlik.